Hər vaxtınız xeyir olsun, sabahınız xeyir əziz dostlar. Artıq bir həftəlik Bakı səfərimiz bitdi və mən artıq Antalyadayam. Dünən gəldim Antalyaya. Bütün gecə təyyarədə olduğuma görə bir günlük istirahət etmək qərarına gəldim və bu gözəl oteldə yerləşdim. Dünən bütün günü yatmışam, yorğun olduğuma görə saat 2-də uzandım. Hardasa saat 10'da 8 saat yatmışam. Və bugün inşallah Alanya'ya yola düşəcəm. Deməli, qaldığım oteli sizə göstərmək istəyirəm. Çox maraqlı, gözəl bir oteldir. Yeri də çox super yerdə yerləşir. Deməli, o gördüyünüz yer Antalya mərkəzdən bu tərəfə gəldiyimiz zaman buradan etibarən artıq Lara Kundu başlayır. Bura məşhur Lara Kundu ultra lüks nəhəng otellərin alışveriş mərkəzlərinin olduğu yerdir. Qarşıda eşitdiyiniz, tanıdığınız bütün lüks oteller, Titanic Mardan Palace, sonra digər Titaniclər və s. bir çox məşhur oteller hamısı bu tərəfdə yerləşir. Bura Lara Kundu'nun girişi sayılır və sağda solda çoxlu alışveriş mərkəzləri. Orada çılğın dondurmacının əvvəlki yeri oradaydı. İndi deyəsən xaricə gedib o da. Dəqiq bilmirəm. Və sol tərəfdə Regenesis Hotel and Spa. Bu otelin özünə məxsus bir xüsusi teması var. Bu həm də medikal hizmət verir. Amma otel əsasən İngiltərə ilə çalışdığına görə, ingilislərlə çalışdığına görə otel də İngilis atributları çoxdur. Baxın, burada Big Ben'dir. Sonra nə deyim sizə? Bir çox şeylər var. The Kingdom Steakhouse, Kingdom, yəni Böyük Britaniyanın adıyla bağlıdır. The Kingdom pub var burada. Deməli, otelin aşağısında restoran Kingdom Steakhouse və pub fəaliyyət göstərir. 3 mərtəbəli oteldir, butik oteldir, amma çox səliqəli və gözəldir. Orada da İngiltərədə olduğu kimi telefon butikaları var. Baxın, security. Yəni bir çox atributlar burada İngiltərəni xatırladır. Kingdom House, Steakhouse and Pub və orada baxın, dediyim kimi otel medikal xidmət verdiyinə görə Regenesis Dental Center'da fəaliyyət göstərir. Diş klinikasıdır. Deməli, İngiltərədən xəstələr gəlirlər bura. Həm dişlərini müalicə olunurlar, həm burada qalırlar, həm də gözəl istirahət edirlər. Çünki bura Antalyanın ən hərəkətli yeridir və dəniz də bu tərəfdədir. Dənizə buradan hardasa 400-500 metr məsafədir gəzərək. İndi mən otelin içini göstərəcəm. Havuzu var, spası var. Sonra içəridən təzədən bu steakhouse'un içərisinə keçəcəyik. Oradan yol var və baxacağıq bərabər. Bu otelin qiyməti çox uyğundur. Bugünkü gün üçün qiyməti çox münasibdir. Bir gecə, 2 gecə qalmaq üçün əla yerdir. Səhər yeməyi də daxil. Bu tərəfdə maşınlarınızı da park edə bilərsiniz. Yer var. Regenesis Dental Ağız və Diş Sağlığı Poliklinik telefon nömrəsi də yazılıb. Regenesis Hotel and Spa. Buradan qalxırıq otelin foyesinə, resepsiyona. Otelin öz transfer maşını da var. Bu giriş otelin ağız və diş sağlığı poliklinikasıdır. Çoxlu, dediyim kimi, əsasən İngiltərədən və başqa ölkələrdən, Avropadan gəlirlər insanlar. Həm bu oteldə qalırlar, həm də burada müalicə, müayinə olurlar. Yəni sadəcə diş deyil, digər medikal xidmətlər də verilir. Burada belə bir terasa var. Yəqin ki, indi bir neçə gün burada yağış olub, hava sərinləyib. Amma tezliklə burada şəmsiyələr filan hamısı qurulacaq və insanlar burada oturub istirahət edirlər. Lara'nın böyük otellərinin günbəzləri görsənir. Bu tərəfdə də çoxlu lüks otellər var, nəhəng otellər hamısı demək olar ki, bu bölgədə yerləşir. Bizim otel isə balaca, səliqəli. Burada da İngiltərənin gerbi var. Belə
İndi keçirik otelin içine baxmağa. Bizim otelin girişi buradandır. İçeri keçmədən öncə burada yuxarıdan hovuzu göstərəcəm sizə. Hovuz çalışmaqdadır. Böyük hovuzlar, səliqəli. Baxın, kölgəlikdə şezlonglardır. Hardasa 30 metr olar, 1.40 dərinliyidir. Buradan daxil oluruq Regency Hotel and Spa'ya. Reception bu tərəfdədir. İçəridə də İngiltərə ilə bağlı çoxlu şəkillər var. Bu Big Ben'in park fotosudur. Və digər yerlər. Artıq Türkiyədə sağlıq turizmi sürətlə inkişaf etməyə başlayır. Ona görə belə otellərin olması da lazımdır, normaldır. Burada nə icra olunursa hamısı yazılıb. Otelin emblemi də təcili tibbi maşınların üzərində olur. Medical emblemdir, üstəgəl formasında. Və enirik indi aşağıya, orada spa, restoran, girişi və s. hamısı birinci sıfırdadır, -1-də. Bura L'dir. 1 otaqlar, 2 otaqlar. -1 isə, baxın, steakhouse, pub, spa, pool and shops. Gəldik -1-ə. Sol tərəfdə çıxaq. Əvvəlcə hovuzu bir də buradan göstərim. Mağazada aksesuarlar, qızıl və s. ləvazimatlar satılır. Bu da havuzun çıxışı. Səhər tezdən olduğuna görə çox yerlər hələ açılmayıb. Bu mağazalar hamısı çalışır. Burada da mini marketdir. Gündəlik ehtiyac üçün lazım olan hər şey var. Bura meeting room'dur, toplantı otağı. Burada da spadır. Spanı da göstərim sizə. Burada gözəl masaj xidmətləri verilir, gürbəcür. Baxın, burada yazılıb hamısı. Qiymətlər filan. Soyunub giyinmə otaqları. Artıq ora keçmirəm. Türk hamamıdır, saunadır və masaj otaqlarıdır. Çox böyük yer deyil spa, amma səliqəli, təmiz, gözəldir. Və bu yol bizi aparır birbaşa Kingdom Steakhouse və pubun içinə. Hansı ki, oteldə qalan sakinlər səhər yeməyi daxil olduğu üçün səhər yeməyini burada yiyəcəklər. Və digər vaxtlarda da bütün menyudan istifadə edə bilərlər, amma ücrətli şəkildə. Menyuda hər şey var burada. Burada Kingdom Steak'ların, pub'ın qapalı və terasası qarşıdadır. Hal-hazırda səhər yeməyi davam edir. Açıq büfe şəklində və belə səhər yeməyi təqdim olunur. Burada da bardır. Meyvə suları ekstra 150 lirə, amma freshlər. Bunlar hamısı səhər yeməyinə daxildir. Burada da böyle bir səhnə var. Ve bu da terasa. İsti havalarda bura açılır.
Yenidən çıxdıq çölə. Belə hörmətli dostlar, Antalya Larakundu bölgəsi girişdə gözəl bir butik otel var. Regenesis Hotel and Spa. Buranı sizə təqdim elədim. İnşallah növbəti videolarda görüşənə dək sağ olun, var olun.